müharibə yalnız Ukrayna ərazi bütövlüyünün bərpası ilə bitə bilər ancaq, ya da Ukraynanın təslimi ilə. Ukraynanın təslim olacağını gözləməyə, deməyə heç bir əsas yoxdur. Ona görə yeganə güman qalır ki, Ukrayna yalnız öz ərazi bütövlüyünü bərpa edəndə müharibə bitəcək, ya da ki, Rusiya Putinin dönəmində bunun da gözləmək olmur, amma hakimiyyət dəyişsə, halbuki o da çox az ehtimaldır. Yəni, hakimiyyət gec-tez dəyişəcək, ona görə demirəm. Amma Rusiyanın münasibəti çətin dəyişər. O da ki, burada əlbəttə ki, ya gərək Ukrayna təslim olsun, ya gərək Ukrayna ərazi bütövlüyünü bərpa eləsin, ya da gərək Rusiya hansısa bir mərhələdə dayansın və geri çəkilsin. Üçüncü, az güman olunandır. Birinci, heç güman olunmayandır. Qalır ikinci, yəni mənim nəzərimdə. Ukrayna Rusiya ərazisinin vurması yeni bir xəbər deyil. Çoxdan başlayıblar bunu. Hətta quruda əməliyyat da keçirirlər. Kursk vilayətində artıq yəni quru əməliyyatı da var. Orada bir neçə yaşayış məntəqəsi də tutublar. Prinsip etibarilə bu Ukraynanın özünü müdafiə tədbiri kimi sayılır. Bu Ukraynanın Rusiyanın ərazisini işğal etmək anlamına və yaxud Rusiyaya daha doğrusu təcavüz etmək anlamına gəlmir. Çünki həmadət hüququnda həm də BMT nizamnaməsinin 51-ci maddəsində ki, dövlətlərin özünü müdafiə etmək hüququ ki, təsbit olunub. Özünü müdafiə hüququ dövlətin yalnız öz ərazisi ilə məhdudlaşmır. Ona təcavüz edən ərazisini müdafiə edən, özünü müdafiə edən dövlət vura bilər. Yalnız yeganə şərt odur ki, legitim hədəfləri vursun. Yəni, hərbi təyinatlı ya da hərbi sənaye təyinatlı obyektləri, yəni ki, ambarlar, yanacaq, deməli, neft ayırma zavodları, rabitə qovşaqları, hərbi əməliyyatların həyata keçirilməsi üçün gərəkli olan hər hansı bir infrastrukturu vurmaq bu legitim hərbi hədəf sayılır. Ukraynada bugünə qədər bunu edir və təəccüb doğuran, daha sonra təsir doğuran yenə hal odur ki, Ukraynaya yalnız bu yaxınlarda belə bir ixtiyar veriblər. Çünki Ukraynaya silah verən dövlətlər bu yaxınlara qədər həmin silahlardan Rusiya ərazisində olan obyektləri vurmağa qadağa qoymuşlar. Hətta elə silah satırdılar ki, onun məsafə məhdudiyyəti gedib Rusiyanın o dərinliklərinə çatmasın. Amma bir artıq hər bir dövlət kim ki silah verir, artıq o qadağanın üzərinə götürür və deyir ki, vura bilərsiniz. Halbuki çox mənasız bir qadağadır belə bax.